Əlvida əziz Ramazan ayı. Bu il səninlə görüşə bildiyim üçün Allaha şükr edirəm. Bu bir ay ərzində Allaha daha da yaxınlaşdım, səbirli olmağı öyrəndim, daha çox dua etdim və yaxşı əməllər etdim. Demək ki, insanın xoşbəxt olması üçün çox az şey lazımdır. İmanını artırmaq və mərhəmətlə böyümək. Sən günlərimi məna ilə, qəlbimi isə nurla doldurdun. O iftar anları, o sakitlik hissi üçün çox darıxacağım. Bilirəm ki, bu Ramazan bir daha təkrarlanmayacaq. Amma mənim qəlbimdə mənə öyrətdiklərin qalacaq. Mən daha nəzakətli, daha parlaq və hətta daha şən oldum. Anladım ki, nə qədər səmimi olsan, həyatın çətinlikləri ilə baş etmək bir o qədər asan olur. Və gələn il Allahın izni ilə növbəti görüşümüzü gözləyirəm. Yenidən o doğmalığı hiss etmək ümidi ilə. Görüşənədək 11 ayın sultanı. Deyilənə görə bu göyərçinlər hər il qətr sınan vaxtı saat 12-də hamısı bax bu minarənin üstünə toplaşırlar.